Üzvə aləmin təkamülü. Canlı orqanizmlər tarixən yarandığı dövrdən müəyyən dəyişikliklərə məruz qalmış və bu dəyişikliklər hesabına yaşamaq uğrunda mübarizəyə məruz qalırlar və yaşamaq uğrunda mübarizənin nəticəsində də yeni formalar, yeni quruluşlar meydana gəlir. Təkamül tarixən canlının orqanizmində baş verən dəyişikliklərdir. İlk öncə təkamülə baxmazdan əvvəl növ haqqında məlumat verim ki, ümumilikdə sistematik kateqoriyanın ən kiçik vahidi növdür. Növləri necə təyin edirlər? Növlərin kriteriyaları vardır. Morfoloji, genetik, fizioloji, coğrafi, ekoloji və biokimyəvi. İlk öncə danışaq morfoloji kriteriyadan. Morfoloji kriteriya daxili və xarici görünüşünün cəmi bir canlının morfologiyasını göstərir. Morfoloji kriteriyada, yəni xarici əlamətinə baxaraq növləri ayırd etmək olur. Məsələn, qarağata baxdıqda qarağat növləri, qırmızı qarağat və qara qarağat növlərini görə bilirik. Xaricən baxanda rəng olaraq onların fərqli növ olduğunu açıq-aşkar görə bilirik. Amma əkiz növlər vardır ki, təbiətdə görünüş olaraq bir-birlərinə çox bənzəyirlər. Amma xromosom yığımına baxanda xromosom yığımında müxtəlifliklər görülür. Qara siçovulda 38, deməli, boz siçovulda isə 42 xromosom vardır. Ancaq onlar kənardan xarici görünüşünə baxanda bir-birlərinə çox bənzəyirlər. Və əkiz növlərdə genetik kriteriyaya uyğun olaraq baxdılar ki, xromosom yığımı fərqlidirsə, deməli bu növlər fərqli növlərdirlər. İkinci elə kriteriya genetik kriteriyadır ki, növlərin xromosom yığımındakı fərqlərə görə müəyyən olunur. Elə morfoloji kriteriyada fərq olan qara siçovulla boz siçovul da genetik kriteriya ilə təyin edilmişdir. Ancaq hər zaman bu belə olmur. Çünki bəzi canlı orqanizmlərdə, məsələn insanda normalda 46 xromosom yığımı vardır. Ancaq Down sindromlu insanlarda xromosom sayının bir vahid artıqlığı görülür ki, bu da 47 xromosomdur. Deməli, genetik kriteriyada təklikdə özünü doğrultmalıdır. Digər kriteriya fizioloji kriteriyadır ki, fizioloji kriteriya bir canlının çoxalma prosesində baş verən deməli, oxşar məqamlarda əks olunur. Belə ki, növlər bir-birləri ilə çarpazlaşıb döllü nəsil verirlər. Amma başqa növlərin fərqləri çarpazlaşdıqda döllü nəsil verməməlidir təbiətdə. Yalnız istisna növlərimiz vardır ki, sarı bülbül ilə alacəhrə heyvanlardan, bitkilərdən isə qovaq və söyüdün bəzi növlərində deməli, növlər arasında çarpazlaşma nəticəsində döllü nəsil verən fərqlər meydana gəlir. Digər kriteriya coğrafi kriteriyadır. Coğrafi kriteriya isə bilirik ki, növlər müəyyən bir ərazidə yaşamalıdırlar, müəyyən bir areal tutmalıdırlar. Ancaq elə növlər vardır ki, bütün areallarda, bütün ərazilərdə yaşaya bilirlər. Bunlar kosmopolit növlərdir, yəni hər yerdə yaşaya bilən növlər. Bu siçovulu, dam sərçəsini buna misal göstərə bilərik. Ekoloji kriteriya növün müəyyən ekoloji mühit şəraitində yaşamasına əsaslanır. Yəni, növlər bir dənə ekoloji mühit olaraq yaşaya bilirlər. Ancaq bəzi növlər vardır ki, onlar, belə deyim də, eyni bir neçə mühitdə yaşaya bilirlər. Bu da ekoloji kriteriyanın mütləq olmadığını göstərir. Ancaq ekoloji kriteriyada nümunə olaraq göstərə bilərik ki, qaymaq çiçəyinin bir neçə formaları vardır, növlər vardır ki, dalaycı qaymaq çiçəyi çəmənlərdə, tarlalarda, sürünən qaymaq çiçəyi nohurların kənarlarında, çaylarda, yandırıcı qaymaq çiçəyi bataqlıq ərazilərində yayılırlar. Digər deməli kriteriya biokimyəvi kriteriyadır ki, növlərin kimyəvi quruluşuna baxır. Zülallar, nuklein turşuları, kimyəvi elementlər quruluşuna görə fərqlənməsinə baxır. Bu kriteriya isə belə deyim, ölçmək üçün uzun bir vaxt laboratoriya şəraiti lazımdır. Amma yenə də sırf biokimyəvi, yəni bir dənə kriteriya özünü doğrultmur. Bir növü təyin etmək üçün bir kriteriya deyil də 6 kriteriya da nəzərə alınmalıdır. Növlərin müəyyən fərqləri deməli bir yerdə
məskən tuturlar, bir yerdə yaşayırlar ki, bu da populyasiya adlanır. Deməli, növün müəyyən fərdləri birgə yaşayırlar. Eyni ərazidə sərbəst çarpazlaşıb dövrlü nəsil verə bilirlər. Bu adlanır populyasiya. Populyasiya sözünün mənası xalq, əhali deməkdir. Populyasiyada biz baxacağıq deməli növlərin fərdlərinin tutduğu arealı. Populyasiyanın arealı daimi deyil. Ölçüləri fərdlərin sayından və hərəkətlilik dərəcəsindən asılı olaraq dəyişilir. Və populyasiyada fərdlərin özlərinin ölçüləri nə qədər böyük olarsa, ərazisi də o qədər böyük olacaqdır. Fərdlərin ölçüləri nə qədər balacadırsa, onların tutduğu areal da balaca olacaqdır. Populyasiyada fərdlərin miqdarı yenə say etibarıyla çox olanlar, ölçüləri xırda olanlar və daha çox nəsil verənlərdir. Ancaq nəhəng ölçülü və nəsil sayları az olan, yəni bir neçə il ərzində bir nəsil verən fərdlərdə isə belə deyim, sıxlıq biraz daha stabil qalır. Onlarda sıxlıq daha az olur. Populyasiyanın tərkibinə baxdıqda erkək və dişi fərd nəzərdə tutulur ki, normalda populyasiyanın tərəqqidə olması üçün 1-in 1-ə və yaxud da 1-in 2-yə nisbəti olacaqdır. 1-in 1-ə, yəni bir erkək, bir dişi və yaxud da ki, 2 dişi, 1 erkək olmalıdır. Populyasiyada deməli genetik müxtəliflik vardır ki, burada növlərdə genlərin yığımları genofond adlanır. Yəni burada genetik müxtəliflik dişi və erkək fərdlər və onların arasındakı genetik mübadilənin göstəricisidir. Deməli, üzvü aləmin təkamülü ilə davam edək. Biz dedik ki, təkamül nədir? Üzvü aləmin tarixən inkişaf etməsi və canlı orqanizmdə baş verən dəyişikliklərdir. Təkamülü Friedrich Engels 2 mərhələyə bölürdü. Birinci mərhələ metafizik mərhələsi, ikinci mərhələ isə Darwin mərhələsi adlanırdı. Metafizik mərhələsi o idi ki, 18-ci əsrə qədər bu fikir daha çox belə deyim, qabarıq idi ki, bu fikir də deməli kreasionizm adlanırdı. Hər bir növ ilahi qüvvə tərəfindən yaradılmışdır və heç bir dəyişikliyə məruz qalmamışdır. Bu fikirlərin banislərindən biri, yəni bu fikirlərin tərəfdarlarından biri demək Karl Linney olmuşdur. Karl Linney ömrünün sonuna qədər kreasionizm tərəfdarlarından idi. Ancaq ömrünün sonlarına az qalmış, o da növlərin dəyişilməsi qənaətinə gəlmişdir. Baxaq görək Karl Linney biologiya üçün nələr etmişdir. Bir hissəsini sadalayacağıq. Üzvü aləmin süni sistematikasını ilk dəfə Karl Linney yaratmışdır və Karl Linney'in sistematik kateqoriyasının növ, cins, dəstə və sinif taksonları irəli sürülmüşdür. Karl Linney elmə 2 qat adlandırmanı gətirmişdi və sistematik kateqoriyasını nəyə görə süni adlandırırdıq? Çünki o bir neçə xarici əlaməti nəzərə alaraq sistematik kateqoriya yaratmışdır. Belə ki, o bitkilərin erkəkçilərinin sayına baxmışdır. Heyvanlarda isə tənəffüs və qandamar sisteminin ümumi quruluşuna baxaraq deməli onları bir növdə birləşdirmişdir. Bundan əvvəl Karl Linney insanları primatlar dəstəsinə də aid etmişdir. Qeyd etdiyimiz kimi Karl Linney əvvəllər kreasionizm tərəfdarı idi, yəni metafizik idi. Sonra isə o da növlərin dəyişilməsi qənaətinə gəlmişdir. Baxaq deməli Jean-Baptiste Lamarck'ın təkamül təliminə. Lamarck zoologiyanın fəlsəfəsi əsərində təkamül haqqında məlumatları irəli sürmüşdü. O isə ilk dəfə deməli qradasiya pilləsini elmə gətirmişdir ki, bu ilk elmi sistematik kateqoriya idi və burada əsas deməli canlıların qohumluğu və mənşəyi nəzərdə tutulmuşdur. Lamarck deməli təkamül nəzəriyyəsinin ən geniş formada fərziyyələr irəli sürən bioloqlardan biridir və Lamarck qradasiya pilləsi tədricən yüksəliş olan pilləni
meydana gətirmişdi. O həmin qradasiya pilləsində 6 pilləni, 6 pillədə isə 14 sinfi yerləşdirmişdi. Deməli, qradasiya pilləsinə baxanda birinci pillədə poliplər, infizorlar, ikinci pillədə qurtlar, şüallar, üçüncü pillədə hörümçək kimilər, həşəratlar, dördüncü pillədə xərçəkləri, həlqəv qurtları, bığ ayaqları, molluskları, beşinci pillədə balıqları və sürünənləri, 6-cı pillədə quşlar, məməliləri qeyd etmişdir. Fikir versəz, bu pillədə yalnız onurğalılardan suda quruda yaşayanları görmədik. Qradasiya pilləsində sadədən quruluşun mürəkkəbləşməsi ardıcıllığı ilə Lamark yerləşdirilmişdir. Bundan əvvəl Lamarkın təkamül nəzəriyyəsində əsas fikirlərindən biri o idi ki, hər bir canlının, orqanizminin quruluşunda tərəqqiyə doğru daxili meyl var. Və bu daxili meyl biraz mühit şəraiti dəyişilərkən orqanları məşq elətdirir. Orqanları məşq eləyirsə, yeni irsi məlumat əldə edir və yeni irsi